İndi isə gəlin baxaq görək, həmin qənimətləri Məhəmməd necə və hansı qayda ilə bölüşdürürmüş. Ənfal surəsinin 1-ci ayəsində yazılır ki, qənimətlər yalnız Allaha və onun peyğəmbərinə aiddir. Fikir verin ha, Allaha çatmadığına görə hamısını özü götürmüş. Və bu sözün özü İxlas surəsində yazılan sözlə ziddiyyət təşkil edir. Çünki İxlas surəsində yazılıb ki, Allah möhtacsızdır. Yəni Allahın heç nəyə möhtacı yoxdur. Düzdürmü? Necə oldu həmin Allah gəldi döyüşlərdən əldə olunmuş qənimətlərə möhtac oldu və beləliklə Məhəmməd bütün Sənin dilində desək, möhtacı olmayan Allahın bir şeyi onun mülkü olması heç də demək deyil ki, o şeyə ehtiyacı var. Necə ki, adicə biz insanların o qədər mallarımız və sair əşyalarımız, bizə mənsub olan şeylərimiz var ki, halbuki onlara ehtiyacımız yoxdur. Bir şeyin bizim olması, bizim ona ehtiyacımız olması mənasına gəlib çıxmır. Necə ki, bu dayaz düşüncələrin təmsilçisi elə düşünür ki, bu Allahı ehtiyaclı edir bir şeyə sahib olmaq. Əksinə, ondan ehtiyacsız olmağını göstərər insanın. Nəinki həmin şeyə ehtiyaclıdır ki, sahiblənir mənasına. qənimətlərin hamısına sahiblənirmiş. Və bu hal insanlar arasında narazılıq yaratmağa başladı. Və Məhəmməd insanların narazılığını sakitləşdirmək üçün bu dəfə həmin surənin, yəni Ənfal surəsinin 41-ci ayəsində yazdı ki, sən demə qənimətlərin 1/5-i Allaha və onun peyğəmbərinə məxsus imiş. Əvvəla Ənfal surəsi 1-ci ayədəki ənfal sözü, yəni döyüş qənimətləri ilə 41-ci ayədəki İzə qənimtum hissəsində, yəni əldə etdiyiniz bütün qazanclara aiddir. 41-dəki qənimət sözü ərəb dilində bütün qazanclara, əldə edilən bütün şeylərə aiddir. Amma birincidə ənfal sözü isə 1-ci ayədəki, bu yalnız döyüşdən əldə edilənlərə aiddir. Yəni Peyğəmbər burada gəlib demədi təkcə döyüşdən əldə edilənlər yalnız 1/5 Allaha aiddir. Əksinə Peyğəmbər dedi bütün qazancınızın 1/5, əldə etdiyiniz bütün şeylərin 1/5 Allaha və Peyğəmbərinə və orada qeyd edir digər hansı zümrələrə məxsusdur. Yəni bununla da insan özünün nə qədər anlayışı olmayan bir mövzuda danışdığını və bir şey başa düşürmüş kimi göstərməyə çalışdığını görürük. Fikir verirsiniz? Görürsünüz nələr var. Və bəzi adamlar yazırlar, deyirlər ki, bax bu kimi ayələr məsəl üçün oxunanda, ruhumuz dincəldi, rahatlıq tapdıq, nə bilim neynədik. Sizi rahatlaşdıran burada yazılan sözlər deyil, həzin avazla oxunan həmin o musiqidir, avazdır. Orada istənilən bir söz deyilsə, oxunsa, yenə də sizə xoş gələcək. Düz deyirəmmi? Bugün bir çoxunuzun bildiyi kimi, bilməyənlərin də internetdən çox rahatlıqla əldə edə biləcəyi, Quranı ilk dəfə dinləyən qeyri-müsəlmanların hallarını müşahidə edə bilər və həmin videoları tapıb baxa bilərsiniz ki, necə də ömründə heç zaman bu səsi dinləməyən insanlar birinci dəfə dinləyəndə təsirlənirlər və hətta bir çoxu ağlamağa başlayır və içlərindən bir dəstə hətta İslamı qəbul edir. Bu insanlar indiyə qədər qulaq asmış olduğu həzm mahnılardan, həzm melodiyalardan bu qədər də təsirlənmədiklərini qeyd edirlər. Və bunun özü də bir dəlildir ki, Quranın oxunması və Quranın dinlənməsi digər musiqi və səslərdən daha üstündür və insana daha çox təsir qoyur. Deməli, sizi rahatlaşdıran burada yazılan sözlər deyil. Bunun nəyinə müqəddəs deyirsiniz? Budur müqəddəs. Bəli, müqəddəs budur ki, hətta öz cəhalətinizi və özünüzü biabır etmək bahasına olsa belə, siz bunları pisləməyə çalışırsınız. Daim alçaltmağa çalışırsınız və heç vaxt da bunu bacarmırsınız. Necə ki, min illərdir Allah kəlamı ən uca qalıb və onun qarşısında duranlar sizin kimi rüsvay olublar. Məhz bu da onun müqəddəsliyini və ucalığını göstərən ən böyük sübutlardan biridir. Ümumiyyətlə, əslində bu cür insanlar nə baxılmağa, nə izlənməyə, nə də cavab verilməyə layiq deyil. Lakin təəssüflər olsun ki, xalqımızın, ölkəmizin bir çox əksər insanları öz dinlərini yaxşı bilməmək ucbatından, cəhalət ucbatından belələrinə inanır və özlərinə sərf etməyən hökmləri uzaqlaşdırmaq
və yaxud da daha rahat hərəkət etmək bahasına öz dinlərini qəbul etmirlər, öz dinlərində şübhəyə düşüb ondan uzaqlaşmağa çalışırlar. Necə ki, belə bir gözəl söz var. Yatmışları oyatmaq olar, amma özünü yatmışlığa vuranları isə əsla. Vəssalamu aleykum və rəhmətullah və barakatuhu.